İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə dəyişiklik edilib. Yenilənmiş qaydalara əsasən MRT və KT müayinələri üçün yeni ödəmə mexanizmi tətbiq olunur. Əvvəllər bu xidmətlər tam şəkildə ödənişsiz təqdim olunurdusa, artıq ambulator şəraitdə həkim göndərişi ilə aparılan bu müayinələr üçün xidmətlər zərfində göstərilən tarifin 20% həcmində vətəndaşlar ödəniş edəcəklər. Qalan 80% isə icbari tibbi sığorta üzrə Dövlət Agentliyi qarşılayacaq. Xidmətlər zərfində ambulator şəraitdə göstərilən KT və MRT müayinələrinin məbləğləri 50 və 120 manat arası dəyişir. 50 manat olan tibbi xidmətin dəyəri üçün, belə deyək, tibbi xidmət üçün 10 manat, 120 manat olan tibbi xidmət üçün isə 24 manat müştərək maliyyələşmə məbləği tətbiq edilir. Həmçinin müştərək maliyyələşmə məbləğinə əlavə dəyər vergisi də cəlb olunur. Yeni mexanizm ixtisaslı həkim göndərişi əsasında həm dövlət, həm də özəl tibb müəssisələrində tətbiq ediləcək. Belə ki, yalnız tibbi göstəriş olduğu halda pasiyentə MRT və ya KT müayinəsi üçün göndəriş veriləcək. Dəyişikliyin əsas məqsədi ondan ibarətdir ki, vətəndaşlar ehtiyac olduqda, həqiqətən də buna zərurət yarananda mürəkkəb diaqnostik müayinələrdən istifadə etsinlər və tibbi resursların daha səmərəli idarə olunmasına şərait yaranacaq və bu praktika bir çox inkişaf etmiş ölkələrin tibbi sığorta sistemində də tətbiq olunur. Eyni zamanda müştərək maliyyələşmənin tətbiqi tibbi resursların daha səmərəli və düzgün idarə olunmasına da şərait yaradacaq.